Hörmətli izləyicilər, Saray qəsəbəsində şəxsi özləri üçün tikilmiş ev satışa çıxarıldı. 3 sot yarımın içərisində 4 otaqlı ev 145 min manata. Nazim Marketin düz yanındadır. Kupçalı evdir. Evində kupçası var, torpağın da kupçası var. Qaz, su, işıq sayğacları var, kanalizasiyasındakı mərkəzidir. Sarayın tam mərkəzindədir. Şəxsi özü üçün tikilmiş ev 145 min manatadır. Qiymətində endirim olunacaq. 3 sot yarımdır. Bura evimizin həyəti hissəsidir. Bağ hissəsi də evin arxasındadır. Onu da sizə göstərəcəm. Bax, belə bir həyəti var. Hətta burada da bağ yeri var. Sağ tərəfdə də xüsusi ağac əkmək üçün evin yeri var. Çox qəşəng, super, belə səliqəli, səhmanlı evdir. Evin bütün polu hamısı beton monolitdir. İsti poldur. Darvazadan belə giririk qapıdan içəri. Buradan da evin dörd bir tərəfinə fırlanmaq olur. Dörd bir tərəfə açıqdır evin. Buradan da, bax, buradan ara məsafəsi var. Buradan gəlirik. Düz bağa. Bax, burada evimizin bağıdır. Ümumilikdə 3 sot yarımın içindədir. Bax, görürsünüz, səliqəli ağaclar əkilib. İndi belə körpə ağacları, inşallah bunlar böyüyəndə bura meşə kimi görsənəcək. Bax belə, bu da evimizin bağ hissəsidir. Deməli, ev 60-ın 40-a fundamentli, üstündən də böyük bir kəməri var. Kəməri də göstərək. Bax, belə kəmərinə qədər hamısı hazırdır. Evimizin bir də təkrar edən 4 bir tərəfinə keçmək mümkündür. İndi gidə evin içərisindən tanış eləyək sizi. Hörmətli izləyicilər, bax, mətbəxin qapısından çıxırıq balkona. Böyük bir balkondur. Elə bu da böyle otaq kimi sayılır. Yəni bunun qıraqları məhəccər olacaq. Burada oturub çay içməyə, çörək yeməyə. Yeri də bütün monolit betondur. Evimizin əsas girəcəyindən, bax, bu qapıdan girdik evimizin içərisinə. Evimiz boydan boya monolitdir. Koridor, hamam, tualet, mətbəx belə gördüyü kimi keramikadır. Qalanları laminatdır. Amma ev boydan boya istipoldur. Bax, bu mətbəximizdir. Mebelası keramika vurulub, istipolun korrektorun yerləri buradadır. Bu qapıdan bayaq çıxmışdım, buranı gördünüz. Evimizin qapıları qalıb, hamam aksesuarları qalıb. Onları da qoyacaq üstünə. Yəni tamamlanma işləri gedir. 2 dənə hamam tualeti var, göstərəcəm sizə. Bu da qonaq otağıdır, yəni zalıdır. Bax, böyük bir zaldır, görürsünüz. Yeri də qəşəng laminatdır. Yeri də bərkdir. Bütün yer beton, monolit olduğuna görə yerdə tərpənmək yoxdur. Qonaq otağını göstərdim. Bu bir sanitar qovşağımızdır, görürsünüz. Aksesuarlar nə qədər yığılıb hazır vəziyyətləri. Burada bir yataq otağıdır. Bir yataq otağı buradadır. Görürsünüz, bax, bu yataq otağı, bu yataq otağına aid olan sanitar qovşağı da buradadır. Bax, bunun da aksesuarları qoyulacaq. Görürsünüz, bu imeni, bu yataq otağına aid olan sanitar qovşağıdır. Sonra burada bir yataq otağıdır. Bir yataq otağımız da buradadır. Ümumilikdə bir də izah edirəm. Saray qəsəbəsində Nazim Marketin yanında 3 sot yarımın içərisində 4 otaqlı ev satışa çıxarıldı. Paket kupçalı evdir. Evində kupçası var, torpağın da kupçası var. 145 bin manatadır. Son tamamlanma işləri qalıb. Qapılar qalıb, hamam aksesuarları qalıb. Sağ olun.